Azərbaycanda bərpa olunan enerji ilə bağlı çoxsaylı potensial mövcuddur. Birləşmiş Ştatlar Prezidentinin iqlim üzrə xüsusi nümayəndəsinin müavini Siyu Niyaz açıqlama ilə çıxış edib. O bildirib ki, ölkəsi Azərbaycanla əməkdaşlıq imkanları barədə ətraflı müzakirələr aparmaqda maraqlıdır. Biz COP29-la bağlı Azərbaycanın sədrliyini alqışlayırıq. Hazırda komanda ilə bütün səviyyələrdə işləyirik. Bu ilin əvvəlində biz Bakıda olduq. Bir sıra nazirlərlə, o cümlədən COP29-un prezidenti ilə müxtəlif görüşlər keçirdik və COP-da müzakirə olunacaq məsələlər, o cümlədən COP-un nəticələrini sürətləndirə biləcək fikir mübadiləsi apardıq. Xəzər dənizinin külək potensialı əsasında Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanı əhatə edən yaşıl enerji dəhlizi layihəsi mövcuddur. Amerika Birləşmiş Ştatları Prezidentinin iqlim üzrə xüsusi nümayəndəsinin müavini Siyu Niyaz Vaşinqtonun bu baxımdan sözü gedən ölkələrlə, o cümlədən Azərbaycan əməkdaşlıqda maraqlı olduğunu dedi. Biz Azərbaycanın yaşıl enerji iqtisadiyyatına keçidlə bağlı bəzi planları barədə məlumatlıyıq. Onların bəziləri Xəzər dənizi və külək enerjisi ilə bağlıdır. Biz Azərbaycanla əməkdaşlıq planları və imkanları barədə daha çox müzakirələr aparmaqda maraqlıyıq. Bura təkcə Xəzər dənizində külək enerjisi deyil, ümumilikdə külək enerjisi, günəş enerjisi məsələləri daxildir. Hesab edirəm ki, Azərbaycanda bərpa olunan enerji ilə bağlı çoxsaylı imkan və potensial mövcuddur. Bu, Amerika Birləşmiş Ştatlarının marağında olan və COP29-a gedən yolda araşdırmaq istədiyimiz sahədir. Siyu Niyaz onu da əlavə etdi ki, COP29-da ən böyük gözləntilərdən biri iqlim dəyişikliyi ilə mübarizədə maliyyə üzrə qərarın qəbul edilməsidir. 2020-2024-cü illər ərzində inkişaf etmiş ölkələr 100 milyard dollar məbləğində maliyyə toplamaqla inkişaf etməkdə olan ölkələrə dəstək barədə razılıq veriblər. Prosesin 2025-ci ildən sonra da davam etməsi üçün bu il qərar vermək lazımdır. Amerika Birləşmiş Ştatları Azərbaycanın COP29-a sədrliyə seçildiyi ilk gündən etibarən Azərbaycana dəstək verdiyini bəyan edib. Artıq iki ölkə arasında komandalar bu istiqamətdə iş aparır. Bütün dünyanın, o cümlədən Amerika Birləşmiş Ştatlarının Azərbaycanın COP29-a sədrliyindən gözləntiləri çoxdur. Azərbaycan da COP29-a güclü gündəliklə hazırlaşır. Məlahət Nəcəfova, Vaşinqtondan İctimai Televiziya üçün.